Son zamanlar müəllimlərdən mənə çoxlu suallar gəlir ki, şəxsi brendimdə hansı tərzdə məzmunlar paylaşım və yaxud da hesabımı sıfırdan açsam necə bir məzmun paylaşmalıyam ki, kütləmə çatım. İstədim bu video vasitəsilə müəllimlərin bəzi suallarına cavab vermiş olum. Əgər mən bir müəllim olsaydım, ilk başda öz ekspertliyimi göstərib güvən qazanmaq üçün bunları edərdim. Təbii ki, diplomumun şəklini paylaşmazdım. Bunun əvəzinə isə bir nəticəni paylaşardım. Valideynin geri dönüşünü paylaşardım və yaxud da bir tələbəmi A nöqtəsindən B nöqtəsinə necə gətirdiyimi bölüşərdim. İlk başlarda taxtanın qarşısında izah videosu paylaşmazdım. Bunun əvəzinə isə 3 ay əvvəl tələbəm gələndə hansı vəziyyətdə idi və hal-hazırda biliyində hansı səviyyədədir. Bax bunu göstərərdim. Quru-quru hekayə danışmazdım. Deməzdim ki, mən 10 ildir müəlliməm. Bunun əvəzinə deyərdim ki, ilk dərsimdə baxın belə ağlamışdım. Yəni gözəl insanlar, təkcə paylaşım etməzdim. Bir sistem qurardım və daimi olaraq bu sistem üzərindən öz məzmunlarımı hədəf kütləmə çatdırardım. Təbii ki, dediklərim bununla bitmir, çünki müəllimlərimizin əlində konkret bir yol xəritəsi olmalıdır ki, uğurlu şəkildə öz şəxsi brendlərini irəlilətsinlər. Əgər müəllimsə və şəxsi brendində məzmunlar vasitəsilə müəyyən bir pilləyə qalxıb satışlarını artırmaq istəyirsənsə, konsultasiyaya yazıla bilərsən.